Salam, hər vaxtınız xeyir olsun. Sahibkarların və mühasiblərin işini asanlaşdırmaq üçün vergi və mühasibatlıq mövzularını sadə dildə real biznes nümunələri ilə izah etməyə çalışacağam. İlk playlistimiz əlavə dəyər vergisini əhatə edəcək. Bəs bu mövzunu bilmək niyə bu qədər vacibdir? Gəlin, baxaq. Təcrübə göstərir ki, mühasibdən aparıcı mühasibə, aparıcı mühasibdən də baş mühasibə yüksəlmənin, həmçinin şirkətin əsas vergi risklərini önləmənin şərtlərindən biri əlavə dəyər vergisi üzrə dərin biliklərə sahib olmaqdır. Əlavə dəyər vergisi anlayışı vergi məcəlləsinin 153-cü maddəsində verilmişdir. Sadə dillə desək, əlavə dəyər vergisi satışdan hesaplanan vergi ilə alış zamanı ödənilmiş və əvəzləşdirilməsinə icazə verilən vergi arasındakı fərqdir. Gəlin sadə bir misala baxaq. Təsəvvür edin ki, siz maşın satışı ilə məşğulsunuz və 2026-cı ilin aprel ayında 2 ədəd maşın satmısınız. Birinci maşını 100 min manata, ikinci maşını isə 120 min manata. Bu zaman ilk maşın üçün 18 min manat, ikinci maşın üçün isə 21.600 manat hesablamalısınız. Yəni cəmi 39.600 manat. Fərz edək ki, ilk maşını yerli satıcıdan elektron qaymə əsasında 50.000 manat almışsınız və bu 50.000 manatı həmin satıcının bank hesabına, 9.000 manat isə ƏDV depozit hesabına ödəmişsiniz. İkinci maşını isə Türkiyədən yetkili bayidən almışsınız 70.000 manata və onu Azərbaycana idxal edərkən yük gömrük bəyannaməsinə əsasən 12.600 manat vergi ödəmişsiniz. Yəni cəmi alış zamanı 21.600 manat vergi ödəmişsiniz. Bu halda 2026-cı ilin aprel ayı üçün 18.000 manat əlavə dəyər vergisi hesablamalı və dövlət ödəməlisiniz. Yəni 39.600 manatla 21.600 manatın fərqi. Bəs bütün sahələrdə əlavə dəyər vergisi bu qayda ilə hesablanır. Məsələn, kənd təsərrüfatı məhsulu satırsınızsa, vergi yükü necə dəyişir? Təfərrüatlar növbəti videoda.